Masallı rayon ərazisindəki bələdiyyə sədrləri nə qədər məvacib alır ki, əksəriyyəti xarici minik maşınlarında cövlan edirlər. Nəzarət etdikləri bələdiyyə torpaqları istədikləri kimi açıb yığırlar. 1996-cı ildə verilən paybəlli torpaq sahələri tez-tez yerini dəyişir. Yerli sakinlər sahibkarlıq üçün aldıqları torpaq sahəsinin sənədləri bir ildən sonra etibarsız olur. Ancaq bələdiyyə sədrləri özlərini reklam edirlər. Elə bil həmin bələdiyyənin başqa üzvləri yoxdur. Ancaq sədr və bir nəfər də video çəkən var. Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov və onun dəstəsi rayon sakinlərinə, sahibkarlara və bəzi iş adamlarına divan tutur. Vətənin müdafiəsində iştirak etməyənləri, fərariləri yüksək postlu vəzifələrə təyin etməklə vətənpərvər aləmi məhv edir. Araz müəllim Əhmədov təhlükəsizlik orqanlarında işləyəndə Biləsuvar rayonundakı etdiklərini nə tez unudur. Deyəsən həmin vaxtlarda Bakı şəhəri ərazisində hektarlarla zeytun bağları alıb. Şəhid ailə üzvlərini və məzarlarını ziyarət etmək pərdəsi altında öz çirkin və iyrənc əməllərini ört-bastır etməyə çalışır. Rayonda gəzən söz-söhbətə görə, Masallı rayonunda gələcək nəsillər üçün bir qarış belə torpaq saxlamayıb. İstənilən ərazini satır, bəzilərinin isə heç bir sənədləşməsi yoxdur. Xoşuna gələn torpaq və obyektləri də hədə-qorxu yolu ilə ələ keçirilir. Hüseyn Cavidin iblisini xatırladır. Üzdə mələk daxili şeytan olan Araz Əhmədov öz çirkli əməllərini ört-bastır etmək üçün müxtəlif metodlardan istifadə edir. Sosial şəbəkələrdə özünü nümayiş etdirir. Özü ilə gətirdiyi kadrlarda rayonda tuğyan edirlər. Təkcə komxoza təyin etdiyi Bağır Tağzadə ixtisar adı altında işçilərdən 100 manat yığmağı Masallı şəhərində lalların çayçısında əsas söhbət mövzusudur. Su hövzələrində məşğul olanlardan hər hektarından və hər yük maşınından yığılan haqqın dəqiq qiymətini kimdən öyrənmək olar? Araz müəllim, rayon icra hakimiyyətinin başçısı kimi Masallı rayonuna ayaq basdığı gündən irqçilik toxumu səpərək əhalini biri-birinə düşmən edib. Hətta təşkilatları da. Konkret olaraq bu şəxs qəti şəkildə əhalinin problemləri ilə maraqlanmır və onların heç bir probleminin həll istiqamətində addım atmır. Cənab Prezident, biz bilirik ki, başçıların rayonlarda, o cümlədən Masallıda nə işlə məşğul olduğunu daha yaxşı bilirsiniz. Yerli kadr potensialından istifadə etməyərək, özü ilə gətirdiyi qohumlarını yüksək postlara yerləşdirib. Onlar da əhali ilə kobud rəftar edərək bəzən təhqir edirlər. Cənab Prezident, biz Azərbaycan xalqı olaraq ilk növbədə Allaha, sonra sizə inanırıq. Xahiş edirik, Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədovun barəsində tədbir görəsiz. Kütləvi şəkildə vətəndaşlardan pul yığılır, valideynlərdən pul yığılır, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığılır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq və haqq da bizim tərəfimizdədir.